mübtəda. Sonra boşluq varsa, ora keçmiş sadə verəsiniz. Sinzdən əvvəl orada olmalıdır, onda indiki bitmiş zaman. Sinzdən sonra isə keçmiş sadə zaman verməliyik. 202. İndi baxın, 700. 177-yə bir də baxın. Baxın, sinz görürsünüz. Sinzdən sonra ay gəlib, mübtəda gəlib. Biz bura xəbər verməliyik. Əvvəl də görürsünüz, indiki bitmiş zaman var. Hər zaman sinsin uzlaşması budur. İndiki bitmiş zaman keçmiş sadə zamandan uzlaşır. C variantı. Neçə? 9 müəllim. 184 var ondan əvvəl dedik. 79 var müəllim. 79. Aha. While var. Müəllim, burada vardı, sonra demədik sadə zaman gəlir. Niyə was looking gəlib? Sadə zaman deməmişik ki. While varsa keçmiş davam edici. Keçmiş davam edici, keçmiş davam edici ilə uzlaşır. Keçmiş davam edici, keçmiş sadə ilə uzlaşır. Bu iki uzlaşmanı oxumamısan Türkan? Yazdırmışam bunu sizə. Oxumuşam mən. Ümumiyyətcə while-ı gördünüzsə keçmiş davam edicini verin. Mütləq. Hər iki tərəfi də keçmiş davam edici ola bilər. While-dan sonra keçmiş davam edici, digər tərəf keçmiş sadə zamanda ola bilər. Sonra neçə dedik uşaqlar? 84. 84. When var cümlədə. When-dən sonra gələcək zaman olmaz. A variantı getsin, C variantı getsin. Uzlaşma olmalıdır. Got hansı zamandadır? Aygün. Keçmiş. Keçmişlə gələcək uzlaşmaz. B variantı da getsin. Get D variantında. İndiki zaman, had keçmiş zaman. İndi ilə keçmiş uzlaşmır. D variantı da gedir. E B variantı. Bəli. İndiki sadə zaman gələcək zamanla uzlaşır. Sonra Müəllim, sən burada səhvlik var ya məncə. If-dən sonra will verib A variantını. 85-də 1-də. 81-ə baxaq. Yox, Var, ifdən var. sonra indiki sadə var. İndiki Drive. sadə. Dəqiqə baxaq görək. If-dən sonra indiki sadə zamanda axı drives indiki zamandadır. Digər tərəfdə gələcək zaman. İndiki zaman gələcək zamanla uzlaşır. If-in uzlaşması. Müəllim, Drives o indiki yazıncı zamanda. cümlənin 3 səhvi var. Ya, Bilirsiniz niyə? bəli. Məncə bu fals mütləq və mütləq adım qədər Neçənci ki, sualdan danışırsan, Nəzrin? 202-də ola bilmədi. Bu variant ola bilməz. Baxın. 202. Hə, 202-yə səhv qoymuşam. Nə yazmısan? E. E Hə, variantı. mən də yazmışam. E variantı. Onda yazıncı. Yaxşı. Amma Uşaqlar, yüksək yazdım. 202-ni bildik. Səhv olan var? 202-yə qədər. Bəli müəllim 93. Mən sonra 94. 13 baxaq. Heç yoxdur müəllim 4 var. Ben eləyim. Nə deyirəm? Demək, yaxşı. If var. If-dən sonra keçmişə nəzərən gələcək zaman olmaz. Yəni would olmaz. A variantı getdi. Gələcək zaman olmaz. B variantı, C variantı getdi. Və E variantında da got keçmiş zamandır, sign indiki zamandır. İndi keçmişlə indi uzlaşmır, cavab qaldı D variantı. İndiki sadə zaman gələcək zamanla uzlaşır. Sonra 198. 123. 198 var. Aha. Mən bizə eləyim. Və elə Mən burada last night var, keçmiş sadədir. aha, Everybody-nin də xəbəri tək olar. Mən hələ keçmiş sadə deyən A-nı çıxırıb, B-nı çıxırıb, D-nı çıxırıb. Mən xəbəri tək olar, o da E çıxır qalır. Həm də ki, bu məhsul növlər təbbay var. bəli, məchul. Məchul gəlib keçməmişik. Amma zaman zərfi ilə tapmaq olar. Sonra 201 səhvləmiş. baxalım. Türkan 201-i izah edin. Ben var. Benden sonra will olmaz. Göre C, Y gelir. Sonra B variantında was kesmiş devam edildi. Was being. Go indiki sadədir. Ona göre uzlaşmadığına göre B gelir. D'de de birinci taraf vegan kesmişti. İkinci taraf indiki sadədə de gelir. Bana bağlayın. Sonra 207. neçə?
203. 203. İman 203 izah. Gözümə bir. Bir uyğun olar. 2 səhv. Niyəliyin Səhv. də də səhvliyin Ha, niyəsi. yaxşı. Ben baxıram burada indiki zamandan göz gör. Burada ben bir səhvdə indiki ilə indiki uzlaşmır. Ben İzah edeyim müəllim. Yox, bir dəqiqə izah edəcəkdir. ben indiki ilə gələcək uzlaşır da. İndiki ilə Keçmiş indi də üçün. uzlaşar axı. Yazdırmamışıq biz bu. İndi ilə indi Ha, uzlaşır, o- indi ilə gələcək Ha, uzlaşır. yaxşı. Ona görə mən bir düzdür. Mən 2-də keçmişlə indiki uzlaşmaz. 3-də də mən keçmişlə yenə indiki zaman uzlaşmaz. 4-də də mən gələcəklə indiki uzlaşar. Ona görə 1-4 yazmışam. O da yox idi cavab. Sən də səhv yazmısan. Cəminə izah elə. Top keçmişdi də müəllim. Bəli. Hə, Bu birdə o da indiki bir-iki ilə oldu. indiki uzlaşdı. 2-də Bəli. də keçmişlə keçmiş, 3-də də edlə keçmişlə indiki gələ bilməz. Mən niyə onda 4-də də dörd vil olmaz? gəlməz. Hə, 2 gələcək. Deyənə bir sonra yazalım. vil gəlməz. Tekst gələcək. 200 Vil bax. gəlməz. 4-ə 4. 204-ə baxın. Mən 4-də niyə gələcəklə indiki olmur? Veni görürsən, o whenever halda venə bərabərdir. Vendən sonra Harda mən gələcək. Cümlənin əvvəlinə Mən neçəyə baxır? Hə, 200-ə bax. 200. Sonra, Venə bərabərdir onda. bəli. 207. 207. Yaxşı İman, 204-ü düz yazmısan. Yox, mən 1-4 götürmüşdüm ora. 204-də, 204-dən səhv. 204-ü. Yox, mən səhv yazmışım. Bu yazmışım. Səhvlərini nə demişsən? Yenə də uşaqlar Yox. eyni bayaqki məsələdir. 1, 2, 5. Vaneva bax. Sonra neçə dediniz? 207. 207. İzah edeyim müəllim. Elə azdır. Birisi. 207-də birinciyə baxırıq. Burada tərcümədə çox. Nəzri, izah elə görüm 211-i. Hə. Demək burada baxdım ki if var. Ona görə də baxıram will-lə əvvəlində will sonra da indiki sadə doğrudur. İlkdə də eynən həmənki indiki sadə, indiki sadə. 3-dən nə səhvdir? Özündən sonra gələcək gəlməz deyə səhvdir. 4 hələ ki saxlayıram. Burada mən uzlaşmaya dedim ki, yəni inkardır. İkinci tərəflərlə baxıram ki, birdə də 2-də də inkardır, amma 4-də ikinci tərəf təsdiqdir deyə 4 ona görə çıxdım, 1-2 yazdım. Sonra 4 niyə səhv oldu? 4 niyə səhv oldu? İkinci tərəflər dedim, birincidə də, ikincidə də ikinci tərəflər inkardır, amma 4-də təsdiqdir. Heç uyğun gələr, məsələn, 1 ilə 4-ü versəydin, heç elə bir cavab yoxdur. Birində inkar, birində təsdiq. Uyğun gəlmir axı. Hə, başa düşdüm. 212. 212. Cümlədə əqul var. Keçmiş sadə zamanı zərfidir. O da bir B variantında, bir də D variantında var. İkinci tərəfdə since when demişəm ki, harda görsəz, indiki bitmiş zamanı götürün. O da D variantında. D dedim, üzr sayın B variantında. Sonra 214. baxma. Başa düşdüm əslində. İzah elə görüm, başa düşdün sən. İkinci, bu ilə D arasında qalmışdım və yanan cümlədə bitmiş zaman olmaz deyə B gedir, D variantı qalır. Bəli. Həm də müəllim orada at that time istədiyi var. Davam edici zaman göstərdi. Hansı davam edici zamanı? Hansı davam edicinin keçmiş. Bəli, düz. Yesterday demiş ki, tək gələrsə keçmiş sadə, at that time-dan gələrsə keçmiş davam edici. Sonra 227. 227. Cümlədə when var. When olan cümlədə birinci demişik, indiki bitmişləri çıxmalıyıq. C variantı, D variantı getsin. Uzlaşma olmalıdır.
A variantında was keçmiş zaman, use indiki zaman uzlaşmış. B variantı doğru cavabdır. D variantı niyə götürməmisiz? Əslində niyə götürmürük? Çünki tərcüməyə əsasən inkarlıq Tuzu lazım deyil. yoxdur. Bəli. Tuzu yoxdur. Ha, D-ni deyirsiniz siz. Mən Dilbəyə baxıram. Yox, D-ni demirəm. E variantını deyirəm, həm də ki tuz yoxdur. Bəli. Tuzu yoxdur. Use həmişə tu ilə işləyir. 23 verelim. Neçə? 23. 223.